Deməli bizə 360 qram 45% kalium enoz məhlulu verir. Yəni bizim məhlulumuz neçə qramdır? 360 qramdır. Onun 45% duzdur. Yəni kalium enozdur. O da neçə qram edir? 2 qram. 162 qram edir. O zaman bizim suyumuz nə qədərdir? Suyumuz 198 qram. Bu qədər suyumuz var, bu qədər duzumuz var. Bu qədər suyumuz var, bu qədər duzumuz var. Bu deyir ki, biz elektroliz prosesi baş verir. Bununla elektroliz zamanı, kalium enozun elektrolizi zamanı duza heç nə olmur uşaqlar. Kalium çünki aktiv metallardandır. O deməli reduksiya olunmur, su reduksiya olunur. Katodda hidrogen alınır. Bu da oksigen tuşu qalığı olduğu için anodda da oksigen alınır. Duza heç nə olmur. Yəni su parçalanır. Nə olur? Su parçalanır. Biz bu məhlul doymamış məhluldur. Məhlulu doymuş hala gətirməyin iki yolu var. Ya gərək həll olan maddəni əlavə edəsən, yəni duzu. Ya da suyu oradan çıxarasan. Suyu nə edəsən? Suyu çıxarmağın da iki yolu var. Ya gərək qızdırasan, su buxarlansın, geçsin. Ya da buradakı kimi elektroliz edəsən, su parçalansın, yox olsun. Aydındır? İndi bu nə zaman doyacaq? Görəsən mən nə qədər suyu oradan yox eləməliyəm? Onu bilmək istəyirsənsə, bunun həll olma əmsalını verib. KH nə qədər suda həll olan miqdarıdır? 1000. Deməli, M duz 1500 olanda M su nə qədər olur? 1000 olur. Bizim duzumuz nə qədərdir? 160. Görürsən 162 olanda nə olacaq? Su bunu hesablasanız, burada x'i 108 qram taparsınız. Deyəsən hardan bildin elədi? Bax bu 3-ün neçəyədir? Bu da nisbət 2-yə. 162 3-ə uyğun gəlirsə, 3-ə bölü 2-yə vur, neçə eləyəcək? 108. Deməli, mənim 108 qram su lazımdır mənə. Mənim nə qədər artığım var suyum? 90 qram su artıqdır məndə. Nə qədər sudur? 90. Deməli, mən 90 qram suyu parçalamalıyam. Mən normalda burada 2 mol su parçalanır. Yəni 36 qram su parçalananda burada normal şəraitdə neçə litr hidrogen çıxır? 44 onda 8 litr. Mən nə qədər suyu yox eləməliyəm? 90 qram suyu yox eləməliyəm. Ona da bir sual işarəsi qoyaq taxıl görək nə qədər olur. Deməli, 4-ə böl 10-a vur. 4-ə böl 10-a vur. 112 litr. Deməli, 112 litr hidrogen ki çıxdı. Biləcəm ki, 90 qram su parçalanıb. 90 qram su parçalanan kimi də bu doymuş məhlul verəcək. Nə verəcək? O 112 litrdə hansı nöqtəyə uyğundur? T nöqtəsinə. Bəs sual yaranır. Mən davam eləsəm elektroliz prosesini, məhlul doymuşluğu davam eləyər? Bəli, davam eləyər. Su parçalandıqca duzun da bir hissəsi başlayacaq çökməyə. Duzun da bir hissəsi nə eləyəcək? Çökəcək. Çünki su doymuş məhlulda su çıxdıqca duz da çökür. Amma yenə də doymuş olaraq qalacaq. Yəni burada 112 və ondan daha çox hidrogen çıxsa məhlul doymuşdur. Məsələn, burada bir K nöqtəsi də qoysaydı, orada eləsəydi bunu məsələn 224